Əl səsi bağla. Ağlı səsini Allah açıb ki, heç pes bir banda bağlaya bilməz. Bağladım. Tamam mən çıxan da. Ay illa müntəzimlə gəzir. Sənin xəbərin var. Olublar sevgili. Sənan deyir ki, Ella Müntəzirlə gəzir, olublar sevgili. Sənanın səsləridir, qulaq asın. Ay illa müntəzimlə gəzir. Sənin xəbərin var. Olublar sevgili. Ay illa. Kişiləri bir günlük götürür ki, kişini. Fırlayır bırakır. Elinden müntəziri götürür. Ayıllasın kişi bir şeydir. Müvəqqəti bir kayıt vasitəsi. Nəfs oldu, qulaq asaq. Elinden müntəziri çəkir özünə. Bilirəm ki, biraz bir şeydir, onun pulunu yiyəcək. Sonra müntəzirine dalma bükər. Nəfs oldu yəni. Bilirsən, birim bilmirsən bu həyatda. Səndən Nadirli təcili dindirilməlidir hüquq mühafizə orqanları tərəfindən. Hər bir şeydən xəbərim var. Hər bir şeydən xəbərim var. Kimin qrubu nədir? Kim kimdən yatır, kim kimdən qalxır. Ha, illa, TikTok'da 3 nəfəri zad edib bıraxıb. 3 nəfəri. O cühdür, mən sənin ağzı elə cühd yaxın bıraxam. Mən onu tanıyıram. Onun aldığı nəfəsi bilirəm. Nətər oldu ya bu? Telegram Zvertiv abin olun. Notlar yazın. Həm də ki onun için bilirəm axı mən nə var nə yox. Mən onu 10 ildir tanıyıram. Səncə 10 ildir adamla 50 dəfə görüşmüşəm, oturmuşam. Niyə onu yaxına bıraxmıram? Adam təhlükəli adamdır. Adam mən uşaq deyil ama. Adil. Bir dənə sənanın şəklini göstər çata. Adil şəklini. Kimdə var sənanın şəkli? Qızının şəklini yoxsa özünü? Özünün qızını mən inirəm ha. Qız da bir şeydir də, yana gözüm. O Leyla Cəbiyeva Gizad var aşağılar. Bizim mən minəcəm sənin. Pişim göstər tez. Bir saniye. Maşallah yaraşıq. Səslər var, pişik balası kimi sənin. Çox pis qırıqlı baksana. Koyamadım. Sonra deməsinlər ki, bu səs yazma sat şeydir, nə bilim yalandır. Hamısı tema biləcəklər. Hədə dayan səs şəkli qoydum, səs şəkli qoydum. Bir təzir rəhbər olur. Hələ səs şəkli qoydum, bir saniye. Bu nə tər çıxardırlar? Ay dayan, görək şəkli dəyişim tez bir dənə. Ay da, əlim dəydi. Romantik Rafiqin şəklini qoyacaqsan dayan. Ay Müntəzir, sən hardan hara? Dədə var. Yenə səs şəkli qoydum. Ay binə, gözdə tapanmıram. Dayan bir saniye şəkli tapdım, bir dənə gözlə. Müntəzir də harda baxsam sənanla qucaqlaşır bir saniye. Dədə var. Müntəzir düşürüyor bunların poğuna sənin. Çıqa bilmir. Gözlə, arvadları ilə bir məclisdə dəyişən yerdə şəkil gəldi. Yenə səhifən gəldi bir saniye. Tapanmıram arvadları ilə bir yerdə. Hadi vaxtımızı aparmadan qardaşım, xahiş edirəm. Qaqa, nağarım ki, bunlar sərdaşlar kimi orqiyadadılar, mən nağarım. Bunlar sivit part eləyirlər, mən nağarım bir saniyədə. Bu şəkillərin hamısını onun Telegram kanalımda paylaşacağım. Bəyən, bunun ofisindən şəklidir, bunun kampaniyasına soxum bir saniyə, əlimdəydi. Əlimdə, xışda. Qaqa, mən bir şey deyib düşürəm, heç sizə. Tarixdə yazılıb ki, gərək insan düşməni ilə yaxın olsun. Canım ay Müntəzir. Uşaqlar, hörmətli izləyicilərimiz, diqqət. Çox maraqlı bir mövzumuz var. Mövzumuz nədən ibarətdir? Sevikin əl altısı olan sənə, hadi sən pis ekranda qoy, səni görsünlər. Sevikin
əsas dəstək, səslər bağlayın. İlqar səs bağla. Adi səs bağla. Çevikin əsas dəstəkçilərindən biri olan Səman Nadirov, Nadirli daha doğrusu, buradan onu səslənirəm. Çevik əgər canlı yayınlar saxlamasa, sizin Leyla Cəbiyevindən bütün çirkin əməllərimiz hamısı bir ortalığa çıxardacaq. Siz özünüz bilirsiniz ki, Çeviklə bağlı hər hansı bir tədbirlər görüləndə, Çevikin avtomatik olaraq ətrafında İsrail bayraqları adı altında profillər işə düşür. Bir daha təkrar edirəm, bizim İsrailli və Yahudi dininə təriqətinə malik olan dostlarımız da var, tanışlarımız da var, yoldaşlarımız da var, eləcə də həmçinin ateist. Sadəcə bunlar birbaşa sosial media vasitəsilə xüsusən də Şiə məzhəbinə olan müsəlman təriqətli insanları sataşma, alçatma yolu ilə ekstremizm yaradırlar və habelə Allah yoxdur yazısı altında iddia verir. Bilirsiniz ki, Telegram Zver TV moderatorlar pineleyin Telegram Zver TV mesaj yazdıran mod verməm. Paylaşın. Mesaj yazdıran mod verməm. Verirəm sənə bir şey. Hə. Girib mənə takip at ilə. Əli, geri takip elə vermək olmur. Gəlin bir səsə qulaq asaq. Sənan Nadirlinin səsi. Eləyəm mənim. Özellikle mən bir addım geridə duruyorum ki, hər kəsin atdığı addımı görə bilim. Əslində maraqlı söhbət, qəşəng səs qoymuşam, amma burada bir dərin bir məna var. Mən burada demək istəyirəm ki, bu videoda çevik öndə ola bilər, çevik görsənlər, amma bir addımın dalda kral dayanıbdır. Baxın, özünə kral deyir. Baxın. 4 dəqiqə səssiz, qulaq asın. Əslində mən canlıdayım. Evet, Seviş orada video klipləri çəkirdi mən. Ona görə çox yuxarı qalxmam. Aşağıdan izləyirəm. Moderatorları idarə edirəm. Canlını bəyəndirməsini 1 milyona satırıram. Bir növ dirijorluq edirəm. Qulaq asın. Sən elə bilirsən ki, canlı 1 milyon kaya, 2 milyon kaya bəyənəni kim yığdırır? Sevdiğin başı içində o. Kartopul atırıq, canlını qaldırmaq üçün. Sən çox şey bilmirsiniz, səhnə arxasında nələr baş verir. Başına deyim, hər şey idarə eləyən mənim. Altdan dayanmışam, sakitcə 4 saat, 5 saat canını idarə edirəm. Çünki lazım olanda qalxıram, sözümü iynəsini vururam, düşürəm aşağı, altda bunları qancılayıram ki, davay barmağınızı işə salın. Sən elə bilsən, boşu-boşuna gəlib bu səviyyəyə çatıb canına. Sən görmürsən, çeviş 5-6 ay bundan qabaq olan danışıqlar hara, indikar o studiyanı yaradan kimdir, sən elə bilirsən. Onun ideyasını hamısını mən vermişəm. O studiyanın, o musiqinin. Eşidin. Çevim səncə başı içində o qədər şey eləmək. Çeviş canlı açanda balaca bir telefonda canlı açanda 20 nəfər adam var idi. O da yüzü də görürsən. Gedir deyəndə ki, bunları səfərbərlik eləmişəm də, istəyən pul atır. WhatsApp qrupumuz var, gəlirlər orada adama 1 manat, 2 manat. Pul atır. Bir 10 dollar yığışır, 10 dollar reklama qoyuruq. Gördünüz? Çeviş icebergin 3 tərəfidir. Mən icebergin köşüyəm. Bildiniz kimlərlə mübarizə aparırıq biz? Canım məhv olub Bir gedəcək. de iceberg kıran maşindir, narahat Mən olmuyor. gətirdim canlıya. Görürsünüz kimlərlə mübarizə aparırıq biz? Qulaq asın, ardı var elə bunun. Gör Çevik dalınca nə deyir? Deyir Çevikin başı üçündür o. Çevik mənim şeyimlə oturubdur. Qulaq asın. Çevik salam elə elədiyin oğlandır, qulaq as. Sən elə bilsən öz başına da hər şey. O qədər şeylər eləyirəm, o qədər heç kim onu bilmir. Qulaq asın. Bunların iç sözləri, dalda gələcək. Qulaq asın. Yenə də öz güvənə yoxdur. O gün Bakıya gələndə mən gəlməyənə kimi restorana gelmir də. Gördün? Onu göndərmişəm xanimana. Ta ki mən oradan o talışı göndərdim. Ondan sonra rahat oldu, geldi restorana.
Gördün? Restorana girməyə belə qorxurdu Çevik. Restorana belə girməyə qorxurdun Çevik. Şiiyələrin əlindən. Bir işi sən gələsən deyirəm mən gəlirəm də 10 dəfə mən yığıb deyirəm mən gəlirəm də nə olub daxıda talışıyordum ki sən ged ora o biraz Məni böyüt. yadıma qalıb. Bozqurt. Ay boz doşan. Sən danışmırsan axı insan danışanda daha da beynində çox şey qalır. Ay boz doşan. Ay boz doşan. Restorana girməyə qorxurdu. Neçə mən demirəm, qardaşın deyir. Bax. Yox, ona dediyim onu Talışdı deyir, Azəri deyir, Azər talışdı deyir, Azər. Bildim. hep başına alırım. Gör nə deyir? O anam beyni qanmadı. Gördün nə deyir? Şəhla xanım nömrəsi Deyir Çevik alman beyni qanmırdı. Qulaq asın. Baxın. şəhərində daha da beynində çox şey qalır. Baxın. Nə deyir bax? Deyə peysər. Oxuyur axı, ona dediyim, onu Şəhla xanım çox hazırladı. Yəni, onu Qaqan hazırlaşdırdı, başına alırım. Şadanın var yoxunu sikim. Onun beyni qanmadı. O Şəhla xanım nömrəsini verdim, o nə qədər ondan danışdı, ona başa saldı. Ruslandan fizikanı öyrəndi. Yəni, səncə elə biləcəm. Bilirsiniz hansı Ruslan? Hızlı Ruslan. Dur səviyyə. Üzümü qırxım, biraz yüngül idman eləyim. Sonra gedim biraz gəzim. Elhamdülillah. Telegram Zver TV. Bu səsin orijinal formatını atacağım ora. Sənan Nadirli, Çevik yayımlarını dayandırmasa, Leyla Cəbiyeva ilə olan pul söhbətləri verir. Leyla Cəbiyevanın İsraildən sizə vurduğu pul məsələlər. Burada bir nəfər var, bu qız. Bütün gün oturup şiələri söyledi, bu çırıq. Hara kaçtı bu qəhbə? Böyütmə arada bir. Blaçk ne bileyim bu Vonam 17. Yazdım ona.